Bakının Yasama rayonunda tanışını anlasız vəziyyətdə öldürdüyünə görə ittiham olunan məşhur iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə qətl 2025-ci il avqustun 23-də Bakının Yasama rayonunda baş verib, paytaxt sakini İradə Məmmədovanın meyidi Emil Ağacanova məxsus mənzilin hamamında vannadan paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub. Uzun müddət sevgi münasibətində olduğu İradə ilə öz evində narkotikin təsiri altında dini mahnılara qulaq asıb, daha sonra onu bıçaqlayaraq öldürüb. Təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq, psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib. İttihama münasibət bildirən Ağacanov irəli sürülən ittihamları qəbul etməyib. Bu cinayət mənə aid deyil. Mən iradəni çox istəmişəm. Hadisə tam yadımda deyil. 15 ildən çox mənim yanımda olub. Qohumları da şahiddir ki, ona necə baxmışam. İradə xristiyan idi. Onu dinə gətirərək ailə qurmaq istəmişəm. Bizi ayıran şeytan olub. İradənin içində özü deyildi. İradə gözü korlar üçün o ölüb. Mənim üçün ölməyib. Mənimlə indi də danışır. Onunla yenə də görüşəcəyik, deyə Ağacanov ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, özünü rəsmi ailəsi olsa da hər ikisini bir hüququ var. Mən onu da almaq istəyirdim. Amma müsəlman deyildi deyə ala bilmədim. Onu namaza qılmağa dəvət etdim. Kəlmə-i şəhadəti dedirtmək istədim. Dedim ki, dini qəbul et, evlənək, uşaqlarımız olsun. Dəvətimi qəbul etdi. Amma danışa bilmədik. Mənə bu zaman zəng gəldi. İradə dedi ki, telefona cavab ver, danışaq. Mən də dedim ki, bu şeytan əməlidir. Telefonu sındırdım. Kimin zəng etdiyini görmədim, deyə o ifadəsində göstərib. Prokurorun necə oldu ki, İradə öldü sualına təqsirləndirilən şəxs belə cavab verib. Kim deyir ki, İradə ölüb? O ölməyib. Siz ölmüsünüz. Mən onu çox sevirəm, deyə cavab verib. Təqsirləndirilən şəxs deyib ki, 17 yaşından dinlə məşğul olub, həmin yaşda da Kərbala ziyarətinə gedib. Mən narkotik vasitə marixuana qəbul etmişəm. Onu kimdən aldığımı xatırlamıram. Əvvəllər İradə ilə davalarımız olmayıb, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs sorğu-sual zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin də şeytan olduğunu deyib, əlavə edib ki, zərərçəkmiş Maldivdədir. İradə Muradovanın hüquqi varisi Rəyana Muradova ifadəsində bildirib ki, Emil Ağacanovun dediklərinin 80%-i yalandır. Bacımla Emilin münasibətləri yaxşı idi. Bizə qonaq gəlmişdilər. Mənim də ona yaxşı münasibətim var idi. Mən bacımın ikinci dəfə evləndiyini bilməmişəm. Protokolu oxuyanda bunu bilmişəm. Bacım Emillə qalmayıb, həmişə anamla qalıb. İradənin ölümündən yarım saat əvvəl həyətə düşüb. Sonra bacım da qatil də yarıçılpaq vəziyyətdə olub. Mən bacımı morqda gördüm. Pis vəziyyətdə idi. Bədənində qançirlər var idi. Onu yuyan qadınlar deyib ki, öləndə zülm görüb. Dırnaqları sındırılmışdı. Görünür, müqavimət göstərib. Bacımın yanına tez-tez gəlirdim. Onu hadisədən 2 gün əvvəl görmüşdüm. Heç bir problem yox idi. Emilin pis söz dediyini heç vaxt görməmişəm. Amma ondan anamın xoşu gəlmirdi. Dəli olması da yalandı. Narkotik qəbul edir, ondan şikayətçiyəm. O dəli deyil, narkotik təsiri altında bu hadisəni törədib, deyə zərərçəkmiş şəxsin bacısı ifadəsinə belə yekin vurub. Növbəti proses yanvarın 29-da davam edəcək. Qeyd edək ki, Emil Ağacanov bir sıra
şirkətlərə rəhbərlik edib, eyni zamanda Port Baku ticarət mərkəzində yerləşən İtalyan brendi olan Yamaya'nın sahibi olub. Qətlə yetirilən İradə Muradova isə həmin sahibkarın Yamaya mağazasının icraçı direktoru vəzifəsində çalışıb. Emil Ağacanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb. Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə belə cinayəti törədən şəxslər 14 ildən 20 ilədək və yaxud da ömürlük azadlıqdan məhrum edilir. Amma Emil Ağacanov bu cinayəti anlaqsız vəziyyətdə törədib. Bununla bağlı məhkəmə tibbi ekspertizasının rəyi də var. Buna görə də o psixiatriya xəstəxanasına yerləşdirilib. Buna ehtimal olunur ki, o məhkəmə yekun qərar qəbul edəndə onu psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə qərar qəbul edəcək.